Əziz və dəyərli müştərilərimiz, hal-hazırda Nəsimin dayının evindəyik, Biləcərdə. Dostumuz, tanışımız vermişdi, məni məsləhət görmüşdü. Saat 8-dən 9-dan buradayam. Axşam saat 1-dir, hələ ki indi qutarırıq. O gec qutarmanın səbəbi odur ki, burada həyət evidir. Modemin yeri səhv idi, uzaq idi, onu yaxınlaşdırdı və LAN kabellər çəkdik. Belə bir idealini iş alındı. Dayı nətərdir? Ne yapıyor? Yüksek seviyede Allah şemayet olsun. Minnettarım. Yəni bu televizorunda birini almışdı, işləmirdi. O da ümumiyyətlə YouTube zadı işləmirdi. Özü gördü də. Onu da mən düzəltdim. Ora internet gedib çıxmırdı da. Ardıcıllıqla. Əvvəl başqa adam gəlmişdi, düzəldə bilməmişdi. İndi hamısını göstərəcəm. Və əvvəl modem buradaydı, çox səhv idi. Buradan həyətə verirdi interneti, səhv idi. İnternetdə düzgün işləmirdi. Otağın biri buradadır, biri buradadır. Ona görə də biz modemi gətirdik bura. Burada incəliklər var. Diqqətlə qulaq asın. Burada təcrübə lazımdır. Televizorunda biri o başdadır. Baxın, burada da görürsünüz kanallar donmadan işləyir. Halbuki 3 yerə yazılıb. Kanallar amma düzgün burada sistem qurmasaydı kanallar donacaq idi. Düzgün işlədiyi modemi düzgün yerə dartdıq. Ona görə də belə şeylərə fikir verin. Bəzi müştərilərdə hələ də belə bir problemlər var, düzəltmirlər. Ona görə də kanalları donur. Xeyirli olsun dayı. Çok sağ ol, teşekkür ederim.